Gilas ağacı, bizim küçənin oğlanları, oxuyur Müslüm Maqamayev. Ölsəm bağışla, mən mahnı bəstələyirəm və başqa ekran əsərlərinə quruluş verən kinorejissor Tofiq İsmayılovun anadan olmasının 75, yaradıcılığının isə 55 illiyi qeyd edilib. Beynəlxalq Muğam Mərkəzi bu dəfə milli kino sənətinin inkişafında mühüm xidmətləri olan kinorejissor, xalq artisti Professor Tofiq İsmayılovun anadan olmasının 75 illiyini qeyd edirdi. Həmin gün Tofiq İsmayılov üçün daha bir hadisə ilə də əlamətdar idi. Rejissor 55 illik yaradıcılığının da hesabatını verirdi. Yubileyarın isə yaradıcı arzuları tükənməzdi. İstərdim ki, məsəl üçün balacalar üçün, uşaqlar üçün filmlər çəkim. Çünki mən elərik ki, bizim orada nə mən, nə başqaları balaca balalarımıza hələ öz xidmətimizi göstərə bilməmiş. Həmin gün Tofiq İsmayılovu yalnız qoymayan sənət dostları və həyat yoldaşı Səidə xanım səmimi fikirlərini bizimlə bölüşdülər. Həmişə bərabər olmuşuq. Filmlər çəkməyə gedib mən, uşaqlar həmişə onun yanında. Yəni heç vaxt. Nə olub bir yerdə, xoşbaxtıyam. Tədbirdə öncə yubileyar haqqında hazırlanmış film nümayiş olundu. Sonra söz rejissora arzularını bildirmək istəyən sənət dostlarının idi. Millət vəkili Rafael Hüseynov yubileyar haqqında fikir söyləyərkən bildirdi ki, o çəkdiyi filmlərdə özünün varlığını, şəxsiyyətindəki universal bilikləri, qabiliyyətlərini bir-birinə qovuşdura bilmişdi. Ona görə də onun yolu, şəxsiyyəti və sənətdə qoyduğu iz bənzərsizdir. Tofiq İsmayılovla bağlı maraqlı açıqlamalarla dinləyicilərin diqqətini cəlb edən Şəfiqə Məmmədova onun bənzərsiz rejissor, həyatda sadiq dost olduğunu vurğuladı. Yubileyara Azərbaycan Respublikası Kinematografçılar İttifaqının təbrik ünvanını və hədiyyələri təqdim edərək təbriklərini bildirdi. Qeyd edək ki, fəaliyyətə aktyor kimi başlamış Tofiq İsmayılov bir çox bədii filmə quruluş verib. Sevinç Xeyrullah, Fərid Hacıyev, Space.